bizim sonuncu Peyğəmbərimizin ümməti, bizlər əqəllu a'maren beynəl ümməm. Ümmətlər içərisində ömrü ən az olan ümmətik. Yəni, öncəkilər daha çox yaşayıblar, amma bizim orta hesabla ümmətin ömrü 60-70'dir. İmam Əli əleyhissalamın divanlarında var, buyurur, İzə aşəl fətasittinə amən fanısful omr təmhəquhul ləyali. Əgər bir insan, bir kişi 60 il ömr edirsə, ömrün tən yarısı gecəyə düşür. Yəni, 30 ilini yatmısan, yuxuda olmusan. Yuxuda Allah sənin etdiyin günahları səndən sorğu-sual eləməz. Yuxuda nələr baş verir, onlardan sən hesab kitab olunmayacaqsan. Yəni, o Allah ki, ömrün tən yarısını sənə bağışlayıb keçibsə, bəs sən tən yarıda Allah üçün neyindən keçmirsən? Ona görə, ən qısa ömürlü bizim ümmət olduğumuza görə və bu səhabə məyus olur ki, ey Allahın Rəsulu, kaş uca Rəbbimiz bizi də uzun ömürlü insanlardan, o ümmətlər təki uzun ömürlü edərdi, biz də o savabları, o fəzilətləri əldə edirik.